Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə Yayımları 2-ci sinif Azərbaycan dili test kitabından yeni testlər işləyəcəyik. Əziz dostlar, qeyd edim ki, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İndi isə keçək bugünkü mövzumuza. Atalar sözləri, dırnaq işarəsi. Atalar sözləri fikrimizi daha aydın, təsirli çatdırmaq üçün atalar sözlərindən istifadə edirik. Ata-babalarımız öz həyat təcrübəsini atalar sözləri vasitəsilə gələcək nəsillərə ötürüblər. Atalar sözləri müdrik fikir ifadə edir. Məsələn, elm ağılın çırağıdır, savadsız adam kör kimidir və s. Dırnaq işarəsi. Mətndə obrazın dilindən deyilən sözlər bir çox hallarda dırnaq içərisində yazılır. Yarımbaşlıq, mətndəki əsas hadisələr yarımbaşlıqlar adlandırılır. Mətnin planı yarımbaşlıqlar əsasında tərtib olunur. Sözlərin yazılışı o yoxsa a, doğru yoxsa yanlış. Motor yazılır, motor, yanlışdır, şokolad. Doğrudur, şokolad yanlışdır, pomidor doğrudur, pomidor yanlışdır. İndi isə keçəyim birinci testimizə baxaq uşaqlar. Ata-babalarımızın öz həyat təcrübəsini bu janr vasitəsilə gələcək nəsillərə ötürüblər. Söhbət hansı janrdan gedir? Əlbəttə ki, dedik, atalar sözləri. Cavabımız olur D-bəndi. Baxırıq ikinci sualımıza, boşluqlara uyğun gələn hərflər hansı bənddə doğru verilib? Baxırıq uşaqlar, paravoz, zavod, qoru, kartof. Hansı bəndimiz uyğun gəlir? C bəndimiz uyğun gəlir. İndi isə keçirik üçüncü sualımıza. Baxaq uşaqlar. Üçüncü sualımıza aşağıdakı sözlərin hansında o saiti ad kimi tələffüz olunur? Kartof, kompas, kosmos, komandir. Əlbəttə ki, komandir yazılır. Komandir səsləndirilir. Cavabımız olur D bəndi. Baxırıq indi də dördüncü sualımıza baxaq uşaqlar. O ilə yazılıb, lakin tələffüzündə A kimi oxunan sözlər hansı bənddə verilib? Komandir, konfet. Elə A bəndimiz uyğun gəlir. Cavabımız olur A bəndi. Keçirik 5-ci sualımıza baxaq. Hansı sözlər sxemin digər 3 xanasına uyğun gəlir? O ilə yazılır, A ilə səslənir. Baxırıq. Poema, motor, avtomat, samavar. Hansı bəndimiz uyğun gəlir? Əlbəttə ki, D bəndimiz uyğun gəlir. Keçirik indi də 6-cı sualımıza. Baxaq uşaqlar 6-ya. Hansı atalar sözü məna baxımından digərlərindən fərqlənir? Baxırıq. A bəndi yurtdan çıxsa da, evdən çıxsan da, evdən çıxmam. B bəndi doğma yurt şirin olar. C bəndi ana kimi yar olmaz, vətən kimi diyar. D bəndi birlik harda, dirlik olur. Əlbəttə ki, D bəndimiz fərqlənir. Baxırıq indi də 7-ciyə. Baxırıq uşaqlar 7-ci testimizə. Atalar sözünü hansı cümlə tamamlayır? Qələm yazanı qılınc poza bilməz. Hansı bəndimiz uyğundur uşaqlar? Əlbəttə ki, B bəndimiz uyğundur. Baxırıq 8-ci sualımıza. Hansı atalar sözü nə əkərsən, nə tökərsən aşına, o da çıxar qaşığına mənasını verir? Baxırıq, A bəndi su kiçiyin yol böyüyündür. B bəndi 200-lü adamdan dost olmaz. C bəndi müəllim ən böyük bağbandır. D bəndi nə əkərsən onu da biçərsən. Hansı bəndimiz uyğundur uşaqlar? Əlbəttə ki, D bəndimiz uyğundur. Keçirik indi də 9-cu sualımıza. Baxıq 9-a. Hansı atalar sözü deyir? Dostlar gündə tanınlar, dost yolunda can qurban. Əli mənim ən yaxın dostumdur, tək əldən səs çıxmaz. Əli mənim ən yaxın dostumdur. Cavabımız olur C bəndi. Baxırıq indi də 10-cu sualımıza. Baxaq uşaqlar 10-cu sualımıza. Mətnin planı nəyin əsasında tərtib olunur? Əlbəttə ki, dedik, yarım başlıqlar. Cavabımız olur A bəndi. Baxaq indi də 11-ci sualımıza. Hansı bənddə dırnaq işarəsi düzgün qoyulmamışdır? A bəndi müəllim ona dedi. Dərslərinə hazır gəl, doğrudur. B bəndi uşaqlar xorla oxuyurdular. Qarabağ bizimdir, doğrudur. C bəndi sərnişin sürücüdən soruşdu. Nə zaman yola düşürük? Yanlışlıq C bəndindədir uşaqlar. D bəndi ana uşaqlara gülümsədi. Yemək hazırdır, gəlin, doğrudur. Baxırıq indi də 12-ci sonuncu sualımıza. Verilmiş atalar sözləri hansı mövzudadır? Hər quşa öz yuvası doğmadır. Doğma yurdun tüstüsü də şirindir. Doğma yurd şirin olar. Əlbəttə ki, hansı olar uşaqlar? Vətənpərvərlik. Cavabımız olur D bəndi. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.